Herkese selam, mən Şəfəq. Mən Fərid. Bugün sizlərlə sual rubrikamıza davam eləmək istəyirik. Fərid bəy, belə bir sual var ki, mən 11-ci sinifdə oxuyuram və Türkiyədə təhsil almaq istəyirəm. Türkiyədə universitetə qəbul olmaq üçün nələr etməliyəm? Deməli, Türkiyədə universitetə qəbul olmaq üçün hər hansı bir imtahan verməlisiniz. Bu imtahanlar hansılar ola bilər? Daha populyarları və daha məşhurları YÖS və yaxud da SAT. Bu iki imtahan birini seçirsiniz. Seçdiyiniz universitetlər hansılardırsa, ona uyğun YÖS-ə və SAT-yə hazırlaşa bilərsiniz. Bal topladıqdan sonra isə artıq universitetlərə müraciət edə bilərsiniz. Və yaxud da heç bir bal toplamamışsınız və yaxud da Türkiyəyə qəbul olmaq fikriniz daha sonradan yaranıb. O zaman imtahansız şəkildə də universitetlərə qəbul ola bilərsiniz. Bəzi universitetlər tək attestatla tələbə qəbul edir. Bu universitetləri seçib o universitetlərə qəbul ola bilərsiniz. Bir çox ixtisas üzrə təbii ki, tibb, diş həkimliyi, hüquq, kompüter mühəndisliyi, biznes idarə edilməsi bu ixtisaslardan birini seçib universitetə müraciət edə bilərsiniz.